Salam, hər vaxtınız xeyir olsun, əziz 5-ci sinif şagirdləri. Bu günlər dəstəyinizdən 102 və 103-ün birlikdə müzakirə edib suallara birlikdə baxacağıq. Burada deməli biz cığır açan qadınlar görürük. Günəş jurnalından bəhs edir və görürsünüz 14 may 2024-cü il bu jurnaldan danışır, tarixi olan. Və indi gəlin suallara. Qəzetin bu nömrəsi hansı nömrəsi? Qəzetin məsələn deyə bilərik ki, bu nömrəsində xeyriyyətçi ziyalılara Firudin bəy və onun həyat yoldaşı Baris Səbaya həsr olunmuşdu. Hansı rubriklər var? Burada poeziya dəqiqələri, yəni şeirlə bağlı rubrika var, mütaliə güşəsi var, oxumaları üçün, tarixlə bağlı bir gün öz əksini tapıb. Yəni, burada 3 dənə fərqli biz rubrika görürük. Cığır açan qadınlar ifadəsini izah edin. Sizcə rubrika nə üçün belə adlandırılır? Çünki bir qadının əhəmiyyəti çox böyükdür və o qadın müəyyən bir cığır aça bilər və insanları öz arxasınca apara bilər. Necə ki, Badi Səbah xanım da uşaqların təhsili üçün, onların elmi üçün əlindən gələn edib cığır açırdısa, bu məsələdə bu şəkildə cərəyan edir. Yəni, bir insan, bir ziyalı özündən sonra digər ziyalını özündən apara bilir. Real şəxsiyyətlərin həyatını əks etdirən kitabları oxumağın hansı faydaları var? Real şəxslərin həyatını əks etdirən kitabları oxuyaraq biz daha çalışqan, daha əzimkar, daha mübariz olmağı, eləcə də çətinliklərdən, maneələrdən, hər hansısa bir situasiyalardan qorxmamağı öyrənə bilərik. Poeziya dəqiqələri rubrikasında verilmiş şeirdə bənzətmələri seçin və oxuduğunuz mətnlərdən və həyatdan nümunələr gətirməklə şeirin ikinci misrasını əsaslandırın. Silərlər cahandan kədəri yası. Deyə bilərik ki, ümumiyyətlə bu şeirdə şair ana qəlbini dünyanın paytaxtına, ana laylanlısını isə dünyanın ikimilinə, ananı cahana nur saçan günəşə, dünyanın ən uca zirvəsi olan Everestə bənzədir. Və silərlər cahandan kədəri yası deyəndə də belə ki, Saraxatı müharibənin qarşısını almaq üçün sülh yaratmağa nail olur. Yəni, bunu da o şəkildə əlaqələndirə bilərik. Burada bizdən cığır açar qadınlar rubrikasında adı çəkilən qadınlar sizcə həmin sahədə birinci olmaq üçün hansı çətinlikləri yaşayırlar və bu barədə təqdimat hazırlayır. Məsələn, gəlin biz Leyla Məmmədbəyova haqqında yazaq. Deyə bilərik ki, o kiçik yaşından dünyanı göylərdən izləməyi xəyal edirdi və gənc yaşlarında arzularını gerçəkləşdirmək üçün aerokluba yazılır və təyyarə modellərində uçmağı öyrənir. O dövrdə təyyarə sükanı arxasında qadın görmək hamını təəccübləndirirdi. Bir gün Leyla xanım təyyarədə uçarkən külək çadrasını aparır. Leyla əvvəl çəkinir, sonra isə çadrasız gəzməyə qərar verir. Bakı əhalisi bunu bəyənməyib, onun təyyarəni idarə etməsinə mane olurlar. Amma o mübarizliyi sayəsində yenidən səmalara qayıda bilir və aerodromda təyyarəsindən paraşüt ilə tullanaraq ilk Azərbaycanlı paraşütçü qadın kimi adını tarixə yazdırır. O aviasiyadakı fəaliyyət ərzində yüzlərlə desantçı və minlərlə paraşütçü yetişdirməyə nail olur. Uşaqlar, biz burada digər şəxslər də görürük. Məsələn, Ağabbacı Rızayeva, Şövkət Məmmədova, Qəmər Almazzadə və s. Siz bu şəxslər haqqında Google-dan, ChatGPT-dən istifadə edərək və bu başlıqlar altında rahat bir təqdimat, mətn hazırlaya bilərsiniz. Belə əziz şagirdlər, bu dərsimiz bu qədər. Bundan sonraki video dərsimizdə biz sizinlə danışacağıq. Səhifə 104-105 mürəkkəb cümlə haqqında danışacağıq. Hələ ki, sizlə sağollaşıram. Kanalıma abunə olmağı, rəylərinizi yazmağı unutmayın. Növbəti videolarda görüşmək ümidi ilə hələlik.